salto çekenden sonra sen vur. Sonra sen kapatın ol. Bu da aydındır. Tamam. Ve hayır. Hücum soldan yok, sağdan hücum sola zərb. Bir hal sağ. Anga. Red, ay. Ay, sağdan hücum sola zərb. 5'e 2. Anga. Red, ay. Qardaş, bu nə əziyyətli çəkirsən? Nə vaxta qədər evə su daşıyacaqsan? Biz necə eləyim qardaş? Problemin həlli buradadır. Gəl mənimlə. Leg Diamond ilə suyunuzu evinizdə özünüz istehsal edin. Həm su daşımağa son qoyun, həm də keyfiyyətindən tam əmin olun. Anga, pre-ane. Preparasi anda. Wah. Pre-ane. Wah. Pre-ane. Tristete invierno, tristete la fe. Pre-ane. Anda, anda, Pre-ane. Son günleri tekrardan Kızılgı Afrika Partisi Rabi Hüseyin Yılmaz. İsterdim ki Rabi Hüseyin'in profesyonel imançı olarak ve düşünürken eksel imançtan daha çok gördüğü ve yapılarını almaklarla çünkü sesini bütün imançılar da görmüştüm. Rabi Hüseyin'in sesinden. Henüz konuşuyorum. Sevgili dağlışı gerekli olmasları imam ayrılmamızı gibi tabii ki bu sakın bir şey yönetsel bir konuda önkürüşü olmasları da gerekli. Aynı gün için birlikte yaşamıştık. Her bir Avrupa arasında
edirəm ki, biz dövləti sevdiyimiz kimi, onsuz sevdiyimiz, dövləti sevdiyimiz. O güclü mübarizəsiz tamam yollarımız. Hal-hazırda girişdə qeyd olunan lövhələrdə də var. Surə sulardır. Surə suyun təmizliyini, daha doğrusu İmançılarımızın təbii mineral su ilə təmin etdiyi üçün surə su bilinmə öz təşəkkürümü bildirmək istərdim. Və əminəm ki, hər bir şəxs öz evində istifadə etdiyi və istifadə etmək istədiyi surə sudur. Əlavə nömrəsinin aşağıda qeyd ediləcək və ondan əlavə Instagram səhifəsi də var. Sifariş etmək o nömrələrdən və Instagram səhifəsindən istifadə edə bilərsiniz. Hedeflerini çatıklar ve inanıyorum ki basın kanalımız gibi ama yine de daha yüksek bir maruzludur. Ondan evvel bizim dinleri iman edilen söz teşekkürümü bildirmek isteyen bir imkan yarattı bize. Daha çok öğrenmek için, daha çok praksisle yanılmak için. Herkese kariyerimizde çok uzunlar arz edirəm. İnşallah hər zaman olacaqsınız. Və yarış iştirakçılara da eyni zamanda uzunlar arz edirəm. Layiq olan qazansın. Sağ olun. O zaman yarışımıza ve finalını izlemeye başlayabiliriz. Ay bala, qıratdan su içmə demədim ha bala. Artıq bu cümləni övladlarınıza deməyə ehtiyac qalmayacaq. Bizim sizə şad xəbərimiz var. Övladınızın sağlamlığını düşünürsünüzsə, şəbəkə suyunun təmizliyini bizə həvalə eləyin. Necə ki bunu Dünya Karatesinin qara brilyantı Rafael Ağayev etdi. Eksklüziv sifariş ilə Türkiyədə istehsal olunan və Rafael Ağayevin adına həsr olunan Black Diamond su filtrlərini sifariş etmək üçün elə indi müraciət eləyin. Nəqd pulunuz yoxdursa, o da problem deyil. Artıq avadanlıqları ilkin ödənişsiz, faizsiz, komissiyasız, üstəlik daxili kredit şərtləri ilə, həmçinin müxtəlif taksit kartları ilə da əldə edə bilərsiniz. İndi zəng et. Kampaniya məhsul bitənə kimi etibarlıdır. Telefon 055 255 99 89. Inline Az. Sağda olmayı ve tamamını
Hakimləri isə Müsnəddin Atısimov. Uğurlar. Hangar, pre, hale. Hangar, pre, hale. Hangar, pre, hale. Hangar, pre, hale. Bunları imtihanına kesiliriz. Ya buradan göster. Komanda şəklində üçüncü yerə Abdülzadə Asiyə xanım və Abdülzadə Alisu xanım. Və Alisu xanım. Bu çempionatda ümumi olaraq 24 idmançı iştirak edib, 12-si qız, 12-si oğlan olmaq şərti ilə 44 günlük müharibə iştirakçısı və şəhid olmuş bizim qardaşımızın övladları burada iştirak etmişdi. Hal-hazırda ölkəmizdə idmana göstərilən qayğını nəzərə alsaq, çox irəliləyişlər var. Qılınc oynatmada ümumiyyətlə siz bildiyiniz kimi spesifik bir idman növüdür. Hər kəsin yəni ki, xoşuna gəlməyə bilər və yaxud xoşuna gələnlər isə hətta insanlar arasında qılınc oynatmanı Formula 1 ilə bir tutanlar da var. Çünki Formula 1 də hər kəsə tam olaraq aydın bir idman növü deyil və elə bir qaydalar var ki, o qaydaları tam olaraq anlamaq çətindir. Və onu da bildirmək istərdim ki, bizim federasiyada ümumi tam olaraq idmançı əgər yazılırsa, ona tam ekipirovka təmənnasız verilir və heç bir ödəniş etmədən bu idman növü ilə məşğul ola bilərlər. İyi
birinci sağlamlığı neler? Terbiyeler için İlhan ve Dünyası'nın Mayıs dışarısı İşçisi Asya Kontrolü'nün değerlendirmesine teşekkür ederim Asya Hanım. İkinci öğretmenim. Ben bir şey diyeyim. Adli ve birinci öğretmenim. Mən də öz adımdan Azərbaycan Qılınc Oynatma Federasiyasını təbrik edirəm ki, yəni belə yeniyetmələr üçün yüksək səviyyədə yarış təşkil etdiyinə görə Xarı Bülbül adına və bu mən birinci dəfədir ki, burada iştirak edirəm, yəni bu yarışda. Mənim üçün çox xoş oldu. Burada olan emosiyalar, uşaqların sevinci, uşaqların kədəri, yəni ki, o izləmək, o aralarında olan o emosional rəqabəti və çox xoş oldu ki, biz burada motivator adı ilə iştirak elədik. İnşallah bundan sonra da biz dəstəyimizi göstərəcəyik. Çünki həqiqətən çox xeyirli idman növüdür. Məlumat aldım ki, bugünə kimi hal-hazırda 90-dan yuxarı yeniyetmə bu idman növü ilə məşğuldur. Valideynlərə tövsiyə edirəm ki, uşaqlarınızı gətirin, bu idmanla məşğul olsunlar. İnşallah biz də Motivator Media olaraq həmişə yanınızdayıq. Motivator Fitness Klub sizi daha sağlam, daha energetik və daha özgüvənli hiss etməyiniz üçün fəaliyyət göstərir. Burada müasir avadanlıqlarla təchiz olunmuş fitness və crossfit zalından və yalnız xanımlar üçün fəaliyyət göstərən idman zalından istifadə edə bilərsiniz. Həmçinin fitness food restoranımızdan dietik yeməklər sifariş verə bilərsiniz. Peşəkar məşqçilərimizin nəzarəti altında Motivator Fitness Klubda qollarınızı gücləndirin. Özünüzü daha yaxşı bir formada görmək istəyirsinizsə, həmən ilk addımı atın və bizə qoşulun. Motivator Fitness Klub. Məqsədlərimizə birlikdə nail olaq. İkinci sözü Rafi Bey'e vermek isterdim. Kendi muhabbetine Gördüğünüz kimi 14 yaşlıların arasında Xarı Bülbül çempionatı keçirildi qılınc oynatma idman növü üzrə. Təbii ki, sevindirici haldır ki, hal-hazırda ölkəmizdə, dövlətimizdə yüksək səviyyədə maddi texniki bazamız vardır ki, bu da imkan verir idmançılarımıza
yeniyetmə gənc idmançılarımıza öz gücünü sınasınlar və bu idmanla məşğul olsunlar. Qılınc oynatma idman növü spesifik idman növü olduğuna görə bunun maddi texniki bazası daha əl çatmazdı və daha çətin tapılandı. Amma buna baxmayaraq Azərbaycanda bugünkü gün idmana göstərilən dövlət qayğısı hansı səviyyədə olduğunu bir daha bu təşkil olunan yarışdan bilmək olar. Mən sevinirəm ki, bu şəkildə bizim idmançılarımız həvəsləndirirlər və mən sevinirəm ki, belə bir yarış təşkil olunubdur. Yarış təşkilatçılarına hər birinə təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda İdman Akademiyasına təşəkkürümü bildirmək istəyirəm ki, artıq işlər yüksək səviyyədə gedir və yüksək mütəxəssislər hazırlanırlar. Ümid edirəm ki, gələcəkdə bu mütəxəssislər rəhbər vəzifədə olan şəxslər olacaqlar və işlərini tam yüksək səviyyədə aparacaqlar və idmanımızın inkişafı üçün öz töhfəsini verəcəklər. Sizə də təşəkkürümü bildirirəm motivator qrupuna gəldiyinizə görə. Başda Rüfət müəllim olmağına hər birinizə təşəkkürümü bildirirəm ki, gəldiniz, işıqlandırdınız bu idman yarışmasını və idman azərkeşləri də məlumat aldılar bu haqda. Ümid edirəm ki, hər birinin xoşuna gəldi və gələcəkdə belə yarışlar təkrar keçiriləcəkdir. Təşəkkür edirəm.